Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yevlaxda silahlı insident baş verib. Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışın 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yedirib. Zaur Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir. Xatırladaq ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizlik Xidmət tərəfindən 2019-cu ildə həbs olunmuşdur. Vəzifə cinayətlərlə bağlı ittiham olunan sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilmiş hissəsindən şərti azadlığa buraxılıb. Həmin il dekabr ayında vəfat edib.